Musa Kəlimullah danışdı və getmək istəyəndə dedi, bəndən mənə söz göndərmişdi. Nə demişdi? Dedi ki, ilahi, bəndən deyir ki, mənim duamı qəbul eləsin. Deyir, yox, bəndən necə demişdi? Deyir, utanıram deməyə. Deyir, yox, denəm. Deyir, bəndən dedi ki, Allah'a denəm, mənim duamı eşitməsə, məni bağışlamasa, onu biabır eləyərəm. Dedi, get bəndəmə denəm, məni necə biabır eləyər? Sən demə, Allahın bu sözdən xoşu gəlib. Bu mərifət əhlinin sözüdür. Biri var, mərifətsiz adam bu sözü deyir. Biri var, mərifət əhli bilir nə deyir, nə mənada deyir. Necə məni biabır eləyər? Gəldi Musa, dedi, Allah soruşur, sən onu necə biabır eləyərsən? Deyir, yapışdı Musa'nın əlindən, getdi. Bir qapını döydülər, bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə qapı açıldı. Dedi, Musa, bu evin yiyəsi məni çağırmışdı, dedi, yox. Qapısını döydüm, açdı, dedi, hə. Allah məni çağırır, deyir, gəl, getsəm qapını açmasa, mən də elan eləyərəm ki, çağırdı, getdim, vermədi. Allah deyir ki, bax, belə mərifətlə, bu ümidlə gəlin, mən də qəbul eləyim, mən də bağışlayayım.